Salam hörmətli tamaşaçılar, hər birinizi xoş gördük. OTV-nin xüsusi gündəmindəsiniz. Bu dəfə rüşvətdən danışacağıq. Azərbaycan cəmiyyətinin ən böyük bəlasından təhsildə və səhiyyədə rüşvət at oynatmaqdadır. Deyir, görünən kəndə nə bələdçi. Bunu hər kəs bilir. Yəni Azərbaycan təhsilindəki və səhiyyəsindəki ən böyük düyünün, qara yaranın rüşvət olduğunu yəqin ki, bilməyən yoxdur. Bəs biz niyə bu duruma gəlib düşdük? Bu, bugünün, dünənin problemi deyil. Sovetlər dönəmindən üzbəri Azərbaycan təhsilində və səhiyyəsində həmişə rüşvət olub. Doğrudur, orta məktəblərdə o qədər də rüşvət halı hiss olunmurdu Sovetlər dönəmində. Ancaq universitetlərdə müəyyən fakültələr var idi ki, ora ancaq nazirlərin, məmurların, iri bürokratların övladları daxil ola bilərdi və oradan diplom ala bilərdilər. Müstəqillik illərində sadəcə bir il və yaxud da bir neçə il təhsildə və səhiyyədə rüşvətə rast gəlinmədi. O da 1992-93, bəzi hallarda 94-cü ili də əlavə eləmək olar. Təbii ki, Elçibəy dönəmi və ondan sonraki ilk illərdə. Var idi, ancaq qismən. İndi isə Azərbaycan təhsili və səhiyyəsi olduqca ağır durumdadır. Rüşvətin kökünü kəsmək o qədər də asan görünmür. Bugün məktəblərdə müəllimlər müxtəlif bahalı hədiyyələri qəbul edirsə, günahkarı Azərbaycan təhsili deyil, vətəndaşın özüdür. Çünki rüşvətin iki başı var. Bunu dəfələrlə demişəm. Biri alan, digəri verən. Siz verməsəniz, onlar da almayacaqlar. Və bugün Azərbaycan vətəndaşı təhsillə, səhiyyə ilə qabağa getmək əvəzinə daha da geriyə gedir. Bəlkə də dünyada yeganə millətik ki, təhsil almamaq üçün və yaxud da ki, özümüzü aldatmaq üçün təhsil yolunda rüşvət veririk ki, al bu 100 manatı və yaxud da 1000 manatı mənim oğluma 3 yaz, qızıma 4 yaz, 5 yaz və s. laxır. Və bu cür hallar Azərbaycan təhsilini uçuruma aparır və səhiyyəsini də. Ona görə də Azərbaycan həkimi də, müəllimi də hal-hazırda cəmiyyət arasında o qədər də urvatlı durumda deyil. Səbəbi bəllidir, yenə də deyirəm, rüşvət. Azərbaycan müəllimi keçid dövrünün çətin sınaqlarından alın açıq çıxa bilmədi. Elə həkimlərimiz də. Namusunu, qeyrətini, əqidəsini qoruyan həkimlərimiz, müəllimlərimiz ölkədən köç etdi. Özünə yaxşı bir güzaran qurmaq üçün, rüşvətə bulaşmamaq üçün, bu çirkab bataqlığında batmamaq üçün Azərbaycanımızı tərk elədi. Və onların da yerini daha savadsız, daha urvatsız, daha əqidəsiz həkimlər və müəllimlər tutdu. Əksərən belədir. Təbii ki, Azərbaycanda bütün həkimlər və müəllimlər belə deyil. Əqidəli müəllimlərimiz də var, həkimlərimiz də var, rüşvət almayan müəllimlərimiz də mövcuddur, həkimlərimiz də həmçinin. Amma böyük əksəriyyət, böyük çoxluq bu bataqlığa bu və ya digər formada az və ya çox dərəcədə bulaşıb. Və düşünürəm ki, bu bataqlıqdan yenə də əl-ələ verib çıxa bilərik. Yəni, rüşvətin əsas tərəfi olan verən tərəf, aslı tərəfə güzəştə getməməklə, yəni rüşvət verməməklə. Təbii ki, Təhsil Nazirliyi var. Təhsil Nazirliyi bu problemin öhdəsindən gələ bilirmi? Xeyr. Bugün də sosial şəbəkələrdə, orada, burada videolar qarşımıza çıxır. Rüşvət qalmaqalları ilə bağlı. Məsələn, icbari tibbi sığorta məsələsi var. Bugün vətəndaşların əksəriyyəti icbari tibbi sığorta ilə dövlət xəstəxanalarına üst tutmurlar ki, orada məni öldürəcəklər. Çünki sığorta olanda həkimlər üzünü çevirir, üzünü turşudur. Yəni, vəziyyət bu dərəcədə acınacaqlıdır və dəfələrlə, dostlarla, tanışlarla söhbət edəndə bu məsələyə hərtərəfli yanaşmışıq və gəlinən nəticə odur ki, dövlətin qanunları səhiyyə və təhsil sistemində o qədər də işlək deyil. Daha sərt ifadələr işlətmək istəmirəm. Və düşünürəm ki, biz yaxın 10 illikdə bu vəziyyəti düzəltməsək, vəziyyətdən çıxış yolu tapmasaq, həqiqi çıxış yoluna varmasaq, Azərbaycan təhsili və səhiyyəsi dünyada gülüş yerinə, gülüş mənbəyinə çevriləcək və hər kəs bizi çox pis, mənfi cəhətlərlə birgə hallandıracaq. Adımızı, sanımızı yerinə yeşsan eləyəcəklər. Ona görə də hər kəs özündən başlamalıdır deyə düşünürəm. Və hər kəs çox canfəşanlıqla bu işə qol qoymalıdır. Və rüşvət alan təhsil və səhiyyə sistemindəki bürokratlarla sərt danışmalıdır, sərt şəkildə etiraz bildirməlidir. Təbii ki, Azərbaycanda medianın, müstəqil medianın olmaması da bu işə əngəl yaradır.
Mövcud olan və müəyyən bürokratların nəzarətində olan media qurumları isə bir sıra cüzi reklam məbləğləri çərçivəsində səhiyyə və təhsil sistemindəki çatışmazlıqları görməzdən gəlirlər. Böyük problemləri qabartmırlar. Niyə? Çünki Təhsil Nazirliyi və ya Səhiyyə Nazirliyi, eləcə də digər qurumlar həmin media resurslarına maliyyə yardımları ayırırlar, reklamlar verirlər, reklam pulları ayrılır və nəticədə Azərbaycanda dırnaqarası media təhsil və səhiyyədəki olan problemləri işıqlandırmaqdan yayınır. Bir sıra hallarda isə müstəqil media kimi tanınan resurslar da dırnaq içərisində deyəcəm, özümü cəncələ soxmamaq üçün vermək istəmirəm bəhanəsi ilə problemləri işıqlandırmaqdan çəkinirlər. Çünki onları hər hansı bir formada sərt cəzalar gözləyə bilər. Və belə olan halda məndən keçdi sənə dəysin, səndən keçdi ona dəysin prinsipi ilə cəmiyyət daha ciddi bataqlıqlara sürüklənir. Azərbaycan müəllimi bilirsiniz niyə? Həm də ona görə hörmətdən düşdü ki, Azərbaycan müəllimi seçkiləri saxtalaşdırdı. Mən uzağa getmirəm, faktla danışacağım. 2020-ci ilin fevral ayında parlament seçkilərinə namizədliyimi irəli sürmüşdüm. Deputatlığa namizəd idim. Və öz kəndimizdə, doğulduğum kənddə mənə həqiqətin, dürüstlüyün nə olduğunu öyrədən müəllimlər hakim partiyanın namizədinin xeyrinə saxtakarlıq eləməyə çalışırdılar və öz şagirdlərinin, öz yetirmələrinin haqqını taplayırdılar. Və mən onda gördüm ki, Azərbaycan təhsili doğrudan da çox acınacaqlı vəziyyətdədir. Və doğrudur, mən həmin məntəqə üzrə seçkidə rəsmi olaraq MSK saytında da var. Yapı namizədinə qalib gəldim 539 səslə. Ancaq böyük üstünlüklə, o təxminən 117 səs toplamışdı. Amma o 117 səsi həmən müəllimlər saxtakarlıq yolu ilə toplamışdılar. Yəni, gedirdilər qapı-qapı adam gətirirdilər ki, get filan kəsə, Nizami Səfərova səs verin və s. laxır. Yəni, bugün Azərbaycanda indi videolar yayılır da sosial şəbəkələrdə. Bir çox təhsil müəssisələrində, orta və ümumi təhsil məktəblərində, eyni zamanda universitetlərdə bu cür hallarla üzləşən izləyicilərimizin sayı çoxdur. Onlar da videonun şərh bölməsində öz fikirlərini yaza bilərlər. Elçibəy dönəmində rüşvət var idi təhsildə? Yox. Elçibəy ruhu şad olsun, Azərbaycan təhsilinə test üsulunu gətirdi və kasıbın balası da gedib ürək istədiyi fakültələrdə təhsil ala bildi. Təbii ki, savadlılar. Amma bugün 150 bal, 200 bal yığan hər hansı bir məmurun balası gedir bir diplom alır, sonra gəlir Azərbaycanda hər hansı bir auditoriyada ziyalı heyətinə rəhbərlik eləyir. Halbuki həmin şəxslər Azərbaycan təhsil sistemindən və yaxud da digər təhsildəki innovativ yeniliklərdən bir çox hallarda xəbərsiz olurlar. Misal, məsələn, 2020-ci ildə Şəmkirin icra başçısının birinci müavini işləmiş şəxsi, o şəxsi ki, 45 dəqiqəlik pedaqoji təcrübəsi yox idi. Onu gətirib təhsil şöbəsinə müdür qoymuşdular. Və belə. Və biz bu cür hallara göz yumduqca vəziyyət daha da ciddiləşəcək. Ona görə də siz şərh bölməsində, bax videonun aşağısında təhsildə və səhiyyədə qarşılaşdığınız problemləri yazın, bir yerdə müzakirə edək. Eyni zamanda mən onların içərisindən seçib ən ağırlı, ən acılısını növbəti verilişlərimizdə işıqlandıracağam. Bir yerdən başlamalıyıq bir sözlə. Çünki hamımızın övladlarımız təhsil alır və yaxud da qardaş bacımız, yaxın qohumlarımız, ailə üzvlərimiz bu məsələdə güzəştə getmək olmaz. Çünki dövlətin və dövlətçiliyin ayaqda qalmasının iki böyük təməli var. Sağlam təhsil, sağlam səhiyyə. Və biz bunlarda güzəştə getsək, bizim müstəqilliyimiz də itirilə bilər. Dövlətçiliyimiz də süquta uğrayar, Allah qorusun. Ona görə də bu kimi strateji məsələlərdə, ən əsası milli təhlükəsizlik məsələlərində güzəştə getmək olmaz. Belə hörmətli tamaşaçılar, sağ olun, salamat qalın, özünüzdən, sağlamlığınızdan və təfəkkürünüzdən müğayət olun. Hələlik.